Salam müəllimlər, xeyirli günlər hər birinizə. Deməli, ümumiləşdirici təkrar 1 sınağımızla bu gün də dərsimizə başlayırıq. Daha doğrusu sınaq izahımıza başlayırıq. Deməli, 20 suallıq bir sınaqdır. Bazası olmayan müəllimlər işləməyi məsləhət görmürəm. Hansı ki, bazası olan müəllimlər işləyib nəticələrini e, həmin dəqiqə görə bilərlər. İndi bunu da bu video izahın açıqlama hissəsində bu sınağın linkini yerləşdirəcəm. Siz oradan işləyib nəticənizi həmin dəqiqə görə bilərsiniz. Hansı sual ki, qaranlıq qalacaq, artıq mövzu izahına baxa bilərsiniz. Ümumiləşdirici təkrar suallarımız mütəmadi olaraq davam eləyəcək imtahan gününə qədər. Suallardan, sınaqlardan, izahlardan anında xəbərdar olmaq üçün kanala abunə olub bildirimləri açıq qoymağı unutmayın ki, mən paylaşan kimi sizə də bildiriş gəlsin və daxil olub işləyə biləsiniz. Deməli, ümumiləşdirici təkrar sual 1-ə bir yerdə baxırıq sizinlə. Bu arada onu deyim, əgər ödənişsiz qruplarda iştirak etmək istəyirsinizsə, sınaqlardan, izahlardan yararlanmaq istəyirsinizsə, 051 416 36 77 nömrəsi ilə əlaqə saxlayıb, oradan ödənişsiz qruplara daxil ola bilərsiniz. Həmçinin Telegram kanalımız, Instagram kanalımız hər biri mövcuddur. Instagram hesabımızda da suallar paylaşılır. Telegram kanalımızda da hər gün mütəmadi olaraq gün aşırı da olsa suallar paylaşılır, video linklər, daha sonra anket sualları orada tapa bilərsiniz. Keçirik birinci sualımıza. Deməli, birinci sualımız belədir. Deyir ki, şəhərdən 45 km/saat sürətlə avtomobil yola düşür. Bundan 4 saat sonra onun ardınca sürəti 75 km/saat olan ikinci avtomobil yola düşür. İkinci avtomobil birinci avtomobilə çatanda, birinci avtomobil eyni sürətlə geri qayıdır, amma ikinci avtomobil eyni sürətlə yoluna davam edir. Birinci avtomobil şəhərə çatanda, ikinci avtomobil də dayanır. Buna əsasən, ikinci avtomobilin getdiyi yolun rəqəmləri hasilini tapın. İndi bax bu sual 2023-cü ildə sertifikasiya suallarının içərisinə daxil olmuş bir sualdır. Yəni ən çətini deyə bilərəm. Digər suallar çox sadə, yəni sadə orta çətinlik salmışdılar. Yəni çətin səviyyəsi buydu. Sürət məsələsidir. Deməli, şəhərdən deyir 45 km/saat sürətlə avtomobil yola düşür. Gəlin yazaq. Qələmimizi götürək. Deyir ki, şəhərdən 45 km/saat sürətlə avtomobil yola düşür. Gəldi yola düşsün, görək necə olur. Bax, bura şəhərdir. Bura kəndə doğru yəqin ki, yola düşür də. Burada kənd deyək. Ya da ki, hələ ki kənd yazmayaq, bəlkə davam olacaq. Baxaq. Deməli, şəhərdən 45 km/saat sürətlə avtomobil yola düşür. Hardasa gəlir bura. Bunun da sürəti 45 km nədir? Saatdır. Km/saatdır. Bundan 4 saat sonra onun ardınca. Bax, bundan 4 saat sonra onun ardınca sürəti 75 km/saat olan ikinci avtomobil yola düşür. Yaxşı, belə bir sual yaranır ki, bu sondan gələn, yəni arxadan gələn avtomobil birinci avtomobilə neçə saat müddətdən sonra çata bilər? Və yaxud da 45 km/saat sürətlə hərəkət edən maşın 4 saata nə qədər yol gedə bilər? Yəni bunları birinci tapırıq, ondan sonra məsələmizin davamını oxuyuruq. Gəlin birinci 45-i vuraq 4-ə, çünki 45 km/saat sürətlə hərəkət edən maşın 4 saat hərəkətdə olur. Yəni çünki 4 saat fasiləsiz hərəkət edəndən sonra bu 75 km/saat sürətli olan avtomobil onun arxasınca yola düşür. Onda biz nə edirik? 45-i vururuq 4-ə. Görək nə qədər edir. 5 4-ün 22 yadda, 16 2 dəqiqdə 18. Yəni 4-ü 4-ə vurduq. 16 ilə də 2 dəqiqdə 18. Deməli, bu 75 km sürəti olan avtomobil yola düşəndə bu artıq 45 km-nin yol qət eləyən maşın 180 km yol qət eləyib. İndi biz sizinlə keçmişik eyni sürətli, eyni istiqamətli hərəkət. Eyni istiqamətli hərəkətdə nə edirdik? Sürəti çox olandan sürəti az olana çıxırdıq. Yəni təkcə eyni istiqamətlidə sürətlər çıxılırdı da.
əks istiqamətli olsun, sonra qarşı-qarşıya sürət olsun, bunlarda toplanılırdı. Amma eyni istiqamətdə sürətlər mütləq ki, çıxılmalıdır. İndi mən çıxmaqda məqsədim odur ki, çıxacam, vuracam zamana, bərabər edəcəm ümumi yola, yəni aradakı məsafəyə. Görüm bu 75-45-ə neçə saatdan sonra çatıb. Onda nə edirəm? 75-dən çıxıram 45-ini, vururam T-yə. İndi mənə T lazımdır deyə T yazıram. Bərabərdir 180-ə. 180. 75-dən 45 çıxdım 30. T-yə vurdum 30 T. 180-ə bərabərdirsə, T də verdi bizə 6. Yəni 75 km/saat sürətlə hərəkət edən maşın 6 saata 45 km/saat sürətlə hərəkət edən maşına nə etmiş olacaq? Çatmış olacaq. İndi mənə deyin görün, bu 75 ilə gedən maşın 6 saata nə qədər yol gedər? Onda nə yazıram? 75-i vururam 6-ya, görək neçə kilometr yol getmiş olacaq. 5 6-ın 33 yadda, 42, 3 də yadda, 45. Deməli 450 kilometr. Gələcək hardasa, bax buradan. Bura qədər, məsələn deyirəm. Buradan bura qədər gəldi. Bu oldu neçə? Bax buradan bura qədər məsafə oldu 450. Bu bitdi. Deyir ki, bu nöqtədə bunlar bir-birindən görüşüblər. Yəni çatıb 45-ə 75 çatıb burada, bax burada. İndi deyir bunlar bir-birinə çatanda, yəni ikinci avtomobil birinci avtomobilə çatanda, birinci avtomobil eyni sürətlə geri qayıdır. Amma ikinci hərəkət edir. Yəni ikinci avtomobil gəlir. Birinci də gəlir, burada görüşürlər, yəni çatır bir-birinə. Sonra birinci avtomobil neynir? Birinci avtomobil geri qayıdır. Bax, həmin bu məsafəni geri qayıdır. Amma bu 75 km/saat sürətlə hərəkət edən davam eləyir. Bu getdiyi müddətcə bu davam eləyir. İndi mənə deyin görün, bu 45 km/saat sürətlə hərəkət edən maşın 450 km-i neçə saata qayıdacaq? Təbii ki, 450-ni 45-ə böləcək, 10 saata qayıdacaq. 10 saatı da bu yerində qalmır ki, yəni bu 75 yerində qalmır ki, 10 saatı da bu 75 ilə, yəni 75 vurulsun 10, 750 kilometr məsafə qət edir. Bu bura çatanda, bu da burada dayanır. Aradakı məsafə nə qədər oldu? Yəni 451, 750 də bura olanda, 450 ilə 750-ni toplasam, mənə verəcək 1200. Yəni 50-lər 100 elədi. Yox, deməli 0, 5 üstünə 5, 10, 0 yazıb 1 yadda. 4 üstünə 7, 11, 1 də 12, 1200. İndi mənə demir ki, ümumi nə qədər yol var? Deyir ki, buna əsasən ikinci avtomobilin getdiyi yolun rəqəmləri hasili. Bax, ikinci avtomobilin getdiyi yol budur, 1200. Bunun rəqəmləri hasili 1 vurulsun, 2 vurulsun, 0 vurulsun, 0. Əgər vurullardan biri 0-dırsa, cavabın özü də nəyə bərabər olmuş olacaq? 0-a bərabər olmuş olacaq. Ona görə cavabımız oldu 0. İkinci suala baxırıq. İkinci sualımıza baxırıq. Deyir ki, 3 kitab, 7 qələm, 5 dəftər 24 manatdır. Yazırıq bura. 2 kitab, yazaq. 2 kitab, 7 qələm, bax hamısını toplayıram. 5 dəftər. Neçə manatdır? 24 manatdır. Düzdür? İndi deyirəm ki, 4 dəftər 6 kitab, 2 qələm 4 dəftər 6 kitab 21 manatdır. Mən burada əgər 2 qələm deyirsə, ta 2 qələmdən başlamıram. Baxıram ki, 2 qələm hardadırsa, o 2 qələm onun aşağısında yazıram. Yəni qələmi qələmin altında. 2 qələm buradadır, buna yazıram. 4 dəftər buradadır, buna yazıram. 6 kitab da kitabın altında da 6 kitabı yazıram. Ümumi oldu neçə? 21. İndi bunları toplasam, 2 kitabla 6 kitab verəcək, yox 3 kitab deyil burada üzr istəyirəm. 3 kitabla 6 kitab verəcək 9 kitab. Üstə gəl 7 ilə 2 verəcək 9 qələm. Üstə gəl 4 ilə 5 verəcək 9 dəftər. Deməli 9 kitab, 9 qələm, 9 dəftər bizə ümumilikdə 45 manat pul vermiş oldu. İndi baxıram ki, hər tərəfdə 9 var və 45-in özü 9-a bölündüyü üçün hər tərəfi 9-a bölürəm. Burada qalır 1 kitab, 1 qələm, 1 dəftər. 45 də 9-a böləndə 5 manat. Cavab oldu 5-ə bərabər.
Bax, bu tipli suallarda alt-alta yazın, amma yazarkən qələmi qələmin altında, dəftəri dəftərin altında da yazmağı unutmayın. Üçüncü sualda baxırıq, çevirmə sualıdır. Deməli, nə edirik? Qələmin də rəngini dəyişək, nəsə göy sevmirəm. Nə edirik? Deməli, 35 ar 45 sm deyir, neçə santimetr kvadratdır? Hə, 35 ar 45 sm kvadrat neçə santimetr kvadratdır? Kvadrat santimetrlərdə nə edirdik? Məsələn, ən kiçik vahidimiz nə idi? Deməli, millimetr. Niyə yazmadı bu? Hə, millimetr kvadrat, santimetr kvadrat, desimetr kvadrat. Sahə vahidlərini yazırıq da. Millimetr kvadrat, santimetr, desimetr, metr kvadrat, ar. Elə ara qədər yazaq. Ar, hektar, kilometr kvadrat yaza bilərdik. Arda elə saxlayıram, çünki elə ən böyüyü ardır. İndi baxın, hər birinin arasında bunların nə qədər fərq var? 100 fərq var. Biri digərindən 100 dəfə böyükdür. Düzdür? İndi deyirəm ki, 35 ar neçə santimetr kvadratdır? 35 ar, bax, 35 ar bərabərdir. Neçə santimetr kvadrat deyəndə 35-i yazırıq. Yanında da 2, 4, 6 dənə 0 yazırıq. 3 burada, 3 də burada. Niyə görə vurduq? Çünki böyükdən kiçiyə keçərkən, bax, böyük kiçiyi nə edir? Böyük qardaş kiçik qardaşı vurur. Ona görə də vurma kimi yadınızda saxlayın. Deməli, 35 milyon santimetrin kvadratı. Amma 35 milyon santimetrin kvadratı deyil. Əlavə bir 45 santimetr kvadrat da burada var. 45 də yazırıq altına. Burada 45. Ortada qaldı 4 dənə 0. Burada da 35. Cavabımız oldu. Bax, buradakı cavab. Yəni, oxunuşu necədir? 3 bölsək, 35 milyon 45 cavabını almış olacaq. Cavab oldu 35 milyon 45. Dördüncü suala baxırıq. Deməli, deyir, çevrənin diametrinin 5 mislindən radiusun 7 mislini çıxsaq, 36 santimetr edər. Diametrin uzunluğunu neçə santimetrdir? Bax, çevrədir, çevrədir. Bunun bir radiusu var, bir diametri var. Diametri bu xəttdir. Radius isə buradan bura olan xəttdir. Düzdür? Deməli, bir diametr 2 dənə radius deməkdir. Deyir, çevrənin diametrinin 5 mislindən. Diametr əgər 2 radiusda, 2 radiusun 5 mislinə qədər eləyir? 10 radius. 10 radiusdan radiusun 7 mislini, yəni 7 radiusu çıxsaq, biz verəcək 36. Deməli, ondan 7 çıxdım 3, yəni 3 dənə radius əgər 36 verirsə, radiusun biri bizə verir 12. Mənə də deyir ki, diametrini tap. Yəni, bu yarı 12-dirsə, bu yarı da 12 olacaq. Ümumilikdə 12-ni vuracaq 2-yə, 24-ə bərabər olacaq. Cavabımız 24. 5-ci sual. Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 1600 alınan ən böyük və ən kiçik ədədin fərqini tapın. Hesablamıram. Yüzlük deyirsə, 100-dən 1 çıxıram. Bu oldu. Onların fərqi 99-a bərabər. Əgər minliklərə qədər desəydi, 1000-dən 1 çıxardım. Onluqlara qədər desəydi, 10-dan 1 çıxardım. Yəni, bu formada yadınızda saxlayın. Onsuz da, yəni, ən böyüyünə, ən kiçiyi də yazsan, sonra bir-birindən çıxsan, yenə də 99 alacaqsan. Ona görə deyirəm ki, cavabımız elə 99-dur. Hesablamağa dəymir. 6-cı sual. 6-cı sualda deyir, axma sürəti 7 km/saat olan çayda katerin çayın axınına qarşı sürəti çayın axını ilə olan sürətindən 2 dəfə azdır. Bax, deməli, katerin sürəti var, çayın sürəti var, bir də var axın ilə və axına qarşı. İndi, axma sürəti 7-dir, mənə sadəcə çayın öz sürətini verib, 7 km bölünsün saat. Katerin sürəti bilmirəm, x-dir, onda axın ilə olanda x üstəgəl 7 olacaq. Axına qarşı olanda x minus 7 olacaq. İndi deyir ki, axın ilə axına qarşıdan 2 dəfə azdır. Yəni, deməli, axına qarşı 2 dəfə çoxdur da. Ona görə 2-ni x minus 7-yə vurub bərabər edirəm x plus 7-yə. Yəni, axına qarşını axın iləyə bərabər elədim, amma axına qarşını 2-yə vuraraq. Çünki azı 2-yə vurmalıyam ki, çoxa bərabər olsun. Axın ilə çox olur axı. Deməli, 2x minus 2, 7-dən 14 bərabər x plus 7. 2x-dən x çıxdım, x qaldı. 14-ün də üzərinə 7 gəldim, 21 verdim.
Mənə nə deyir? Katerin çayın axını istiqamətində 3 saata getdiyi yol. Axını istiqamətində 21-in üzərinə 7 gəlirəm 28 edir və 28-i vururam nəyə? 3-ə vururam. Aha, 3-ə vururam. 3 8-in 24 2 yadda, 3 2-nin 6 2 də yadda 8. 84-ə bərabər olmuş oldu. Cavabımız oldu 84. 7. 7-ci sualda deyir, bal ilə dolu qabın kütləsi 10 kiloqramdır. Bax, qabın kütləsi dəyişmədiyi üçün onu birinci yazıram. Dəyişdirməyəcəm çünki. Qabın kütləsinin dəyişməyi üçün gərək ya qabı yarıdan sındırasan, ya da ki, hər hansı bir belə deyim də, zərər toxundurasan ki, qabın çəkisi azala. Yəni qab olduğu kimi qalır. Qabın çəkisində heç bir dəyişiklik olmur. Sadəcə dəyişə bilər içindəki maye, içindəki məsələn sudur, şəkərdir, baldır. Bu tipli içərisindəki məhlullar dəyişə bilər, amma qabın özü çəkisi dəyişmir. Bal ilə dolu qabın kütləsi 10 kiloqramdır. Qabla balı toplayanda bizə verir 10 kiloqram. Balın 1/4 hissəsini nə edib? Götürüb. Yəni ki, götürəndən sonra nə qədər qalıb? Qab qalıb yerində çəkisi dəyişmədiyi üçün. 1/4-ni götürübsə 4/3-ü qalıb. Bərabər olub neçəyə? 8-ə. İndi buradan hesablayırıq. Alt-alta çıxanda qabdan qab çıxıram, heç nə qalmır yerdə. Ümumi baldan 4/3 balını çıxıram. Ay, bura bal yazmalıyam. Qab yazmışam. Hə. Elə bir ki, fikirləşin ki, 4/4-dən 4/3 çıxıram. Neçə qalır? 4/1 qalır da, düzdür? Yazıram 4/1 bal bərabərdir 2. Fərz edin ki, 4/1 hissəsi 2 olan ədədi istəyirəm sizdən. Sən də deyirsən ki, 2-ni 1-ə bölürəm, 4-ə vururam. Bu da eləyir 8. Aparıram balın yerinə 8 yazıram. Qabın da yerinə 2 yazanda cavabım alınır artıq. Qabı da yazmasam cavabım çıxır. Əvvəlcə qabda neçə kiloqram bal var idi? 8 kiloqram bal var idi. 8-ci sual. 8-də deyir 63 kiloqram 543 qramdan çıxıram 53 kiloqram 172 qramını. Baxıram ki, burada elə böyükdür, böyükdən kiçiyi çıxa bilirəm deyə heç 63-ə dəymirəm. Elə 63 yazıram bura. 543 qram yazıram 500. Yox, belə yazmamalıydım. Bir dəqiqə. Aha, kiloqram. 543 qram çıxıram. Kiloqramı kiloqramın altında yazıram. 53 kiloqram 172 qramını. Deməli 3-dən 2 çıxdım 1, 14-dən 7 çıxdım 7, 4-dən 1-ni çıxdım 3. 371 qram. 63-dən də 53 çıxanda 10 kiloqram qalır. Olur 10 kiloqram 371 qram. Cavab oldu 7 deyək biz buna Y variantı. 9. Deyir 6A 213 ədədini minliklərə qədər yuvarlaqlaşdırsaq, ədəd necə dəyişər? Heç hesablamıram, heç A-nın da neçə olduğunu bilmirəm. Sadəcə onu bilirəm ki, bax, minliklərə qədər deyirsə A-nı işarələyirəm və yanındakı ədədə baxıram. Yanındakı ədəd 2-dirsə, deməli bu 6A, bir də yanında 0, 0, 0 olacaq. Çünki 2 5-dən kiçik olduğu üçün ədədi azaldacaq. Nə qədər azaldacaq? 213 vahid neyəcək? Azaldacaq. Cavab oldu A variantı. 10-cu sual. Deməli, 3 zebra 5 gündə 15 kisə yazıram. 3 zebra. Zebra nədir? Belə fikirləşin ki, işçi hovuz məsələləri keçəndə, indi keçməmişik, amma keçəcəyik. İşçi hovuz məsələlərində zebra deyəndə ağlımıza nə gəlir? İşçi gəlir. İşçi. Gün deyəndə zamandır, zaman. Düzdür? Kisə, 15 kisədir deyəndə bu da işdir. Deməli, 3 zebra 5 günə 15 kisə yem yeyir. 7 zebra 7 günə neçə kisə yem yemiş olacaq. Bu zaman nə edirik? Əgər iş yoxdursa, bax, işçi və zaman varsa, bunlar bir qarşı-qarşıya vurulacaq. Haradakı iş varsa, bunlar çarpaz şəkildə vurulacaq. Bu zaman nə edirəm? 3-ü vururam. 3-ü yox, 7-ni. Bax, buradakı 7-ni, aşağıdakı 7-ni vururam 7-yə, vururam 15-ə. Bax, 7-ni 7-yə vurdum və vurdum 15-ə. Böldüm, 3-ü vururam 5-ə, vururam x-ə. Bərabərdir.
Bu zaman 3'ü vurdum 5'ə 15 elədi. 15 ilə də 15 ixtisar gedir. Heç nə qalmır. 7 7-dən də neçə qalır? 49 qalır. Deməli cavab oldu 49-a bərabər. Yəqin ki başa düşdünüz necə yazdıq. Deməli iş olan hissədə çarpaz vurma var. Əgər iş yoxdursa qarşı-qarşıya vurulacaq. Yəni biz bu qarşı-qarşıyaya tərs mütənasib deyirik. Bu çarpaza düz mütənasib deyirik. Adı biraz fərqli, yəni qarışıq olsa da belə deyirik. Bu zaman bax buradakı 7-ni qələmin rəngini dəyişim. Bax buradakı 7-ni bu 7-yə vurub sonra 15-ə vururuq, sürətdə yazırıq. Bax sürətdə yazdıq. Sonra 3-ü də 7-yə vurub məxrəcdə yazırıq. 3-ü də 5-ə vurub daha doğrusu məxrəcdə yazırıq. Bu zaman nə edir? 7-ni 7-yə vurub 15-ə sonra vururuq. Bu 3 ilə 5-i vurmaqda məqsədim bir-bir ixtisar eləməməkdir. Yəni biri var 3 vurulsun 5 bax bu formada. Birinci 3 ilə 15-i aparam ixtisar. Burada 5 qalar. Sonra 5 ilə 5-i aparam ixtisar. Heç nə qalmıyor. Biri də var ki 3 ilə 5-i vuram hazır bir-birinə 15. Elə 15 ilə də 15-i bir-birinə ixtisar aparam. Ona görə mən 3-ü vurdum 15-ə. Yoxsa yəni ayrı-ayrılıqda da ixtisar aparmaq olardı. 11-ci sual. 11-də deyir ki 18 nəfərdən ibarət qrup səfərə getməyə hazırlaşır. Onlardan 9-u Şəkiyə, 12-si Qəbələyə, 3-ü isə həm Şəkiyə, həm də Qəbələyə gedəcək. Yalnız Qəbələyə gedənlərin sayını tapın. Baxın, belə bir diaqram çəkirəm. Buna biz nə deyirik? Venn diaqramı deyirik. Ən çox riyaziyyatda istifadə olunur. Kurikulumdan da biz bilirik ki, bunun adı nədir? Venn diaqramıdır. Deməli, 18 nəfər qrupdur. 18 nəfərdən ibarət bir qrupdur. Səfərə gedəcək. Onlardan 9-u Şəkiyə. Tay mən götürüb bura. Şəkiyə 9 yazmıram. Hələ baxıram ki, görüm hələ bu həm ortaq hissəyə veribmi? Ortaq hissəyə neçə nəfər yazılıb veribmi? Bəli, bax, 3-ü həm Şəkiyə, həm Qəbələyə. Deməli, ortaq olan hissəyə 3 yazıram. Ondan sonra baxıram, onlardan 9-u Şəkiyə. Əgər bu 3 qarışıq 9 nəfərdirsə, onda Şəkiyə yalnız 6 nəfər Şəkiyə gedib. Əgər 12-si Qəbələ deyirsə, 3 qarışıq 12 nəfərdirsə, yalnız Qəbələyə 9 nəfər gedib. Məndən də deyir, yalnız Qəbələyə gedənlərin sayını tapın. Yalnız Qəbələyə gedənlərin sayı 9 nəfərə bərabər oldu. Cavab oldu 9. 12-ci suala baxırıq. 12-də deyir ki, bir hovuz 1440 litr su tutur. Bax, hovuzun həcmi 1440 litrdir. Düzdür? Boş hovuz 45 dəqiqə ərzində 2 krandan axan su ilə dolur. Birinci krandan dəqiqədə 14 litr su axır. Bax, birinci kranın hesablayıram. Ən birinci. Deyir, birinci krandan dəqiqədə 14 litr. Bax, bir dəqiqədə əgər 14 litr su axırsa, ümumi hovuza 45 dəqiqəyə dolursa, görüm 45 dəqiqə ərzində bu birinci krandan neçə litr su axacaq. Bu zaman elə 45-i vururam 14-ə. Bərabərdir. 45-i 14-ə vuranda 630-a bərabər olur. İndi ümumi həcm 1440-dır. Bax, 1440. Bunun 630-unu birinci kran doldurub. Bəs ikinci krana nə qədər qalıb? 0, 1, burada da necə qaldı? 8. Deməli, 810 litri qalıb ikinci krana. 810 litri 45 dəqiqə dolduran bəs 1 dəqiqədə nə qədər doldurur? Deyirsə, 45-ə böləcəyik. 810-u 45-ə böləndə, deməli, gələk burada bölək. Böl 45. 81-in isə 45 bir dəfə. 11-dən 5 çıxdım 6, 7-dən 4 çıxdım 3, bura bir 0. 8, 5-in 40, 0, 4 yadda, 4, 8-in 32, 4, 7, 36, 0. Deməli, 18 dəqiqədə, yəni ikinci krandan hovuza 1 dəqiqədə 18 litr su axar. 18 litr su axar. Cavab oldu 18-ə bərabər. Daha sonra 13-ə baxırıq. Burada 18 idi. Bərabər tərəfli üçbucağın perimetri 27 santimetrdir. Əgər bərabər tərəfli üçbucağın perimetri 27-dirsə, onda tərəfi nə qədər olacaq? 9. Çünki 27-ni 3-ə böləcəyik. 9, 9, bir də 9. Düzdür? Yəni deyir, uzunluğu bu üçbucağın tərəfinə bərabər olan düzbucaqlının perimetri. Belə bir düzbucaqlıdır. Uzunluğu üçbucağın
tərəfinə bərabərdir. Üçbucağın da tərəfi 9 olduğuna görə deməli uzunluqları hər ikisi də bərabər olduğu üçün 9, 9 yaza bilirəm. Düzbucaqlının perimetri 22-dir. Bax, bunun da perimetri nəyə bərabərdir? P bərabərdir 22. İndi biz burada bu enini tapmaq üçün nə etməliyik? Bizim perimetr düsturumuz var idi. Necə yazırdıq? Eni ilə uzunluğu toplayıb 2-yə vururduq. İndi biz də burada 9 ilə x-i toplayacağıq. Çünki mən enini bilmirəm. X-i vuracaq 2-yə, 22-yə bərabər olacaq. Yəni perimetr. 9 üstəgəl x bərabər 22-ni 2-yə böldüm 11. X də verdi bizə 2. Düzdür? İndi əgər tərəfi də 2-dirsə, elə məndən düzbucaqlının enini istəyir. Düzbucaqlının eni 2-yə bərabər olmuş oldu. Cavab oldu 2. 14. Torbada 5 yaşıl, 6 sarı və 13 qırmızı top var. Torbadan ən az neçə top çıxarmaq lazımdır ki, eyni rəngdən hökmən 4 top çıxmış olsun. Baxın, biz belə hallarda ən pis variantı hesablayırıq. Məsələn, hansı rənglərdən söhbət gedir? Hansı deyəndə neçə rəngdən söhbət gedir? 3 rəngdən söhbət gedir. Yaşıl, sarı və qırmızı rəngdən. 3 rəng, düzdür? İndi mən ən pis ehtimalda 4 top istəyir də məndən. Ən pis ehtimalda fikirləşəcəm ki, əlimi salıram torbanın içinə, torbadan çıxardıram 3 dənə yaşıl çıxır. Ən pis ehtimal. 4-cü çıxmır da. Nə edirəm? Çıxmır. İkinci pis ehtimal, əlimi salıram ki, yaşıl çıxsın, baxıram ki, sarı çıxdı. 3 dənə də sarı çıxdı. Və 3 dənə də qırmızı çıxır. Bir türlü belə deyim də, türklər demişdim. Bir türlü 4 dənə top hərəsinin eyni rəngdən 4 top çıxmırdı. Hər birindən məsələn 3 dəfə yaşıl çıxıb, 3 dəfə sarı və yaxud da bir dəfə yaşıl, bir dəfə sarı, bir dəfə qırmızı, yenə bir dəfə yaşıl, bir dəfə sarı, bir dəfə qırmızı. Bu formada davam edir. 3 dəfə, 3 dəfə, 3 dəfə və sonunda əlimi atıb torbanın içindən mən topu çıxarsam, mütləq ki, bu 3 rəngdən birindən çıxacaq da. Ya yaşıl çıxacaq, ya sarı çıxacaq, ya qırmızı çıxacaq. Düzdür? Ona görə də biri də üzərinə gəlirəm, cavab olur 10. Oldu, cavabımız 10-a bərabər. Yəni, belə deyim də, əgər burada 4 top çıxmış olsun deyirsə, 4-dən bir vahid azı, neçə dənə rəng varsa ona vuracam. Və yaxud da, bax, belə deyək. Bax, indi burada 4 top demir. 4 top deyir, mən 4-dən bir vahid azla başlayıram. 3-ü vururam, neçə rəngdir? Yaşıl, sarı, qırmızı. 3-ü vururam 3-ə. 3-ü vururam 3-ə, üzərinə 1 gəlirəm, eləyir 10. Qutardı, getdi. Əgər burada desəydi, hər eyni rəngdən hökmən 5 top çıxsın, bax 5 top çıxsın, 4-ü vurardım 3-ə, üstünə 1 gələrdim. Çünki 5 deyirsə, 1 özündən azı götürüb yazacaq. Cavab oldu 10. 15-ci sual. 15-də deyir ki, 75% ilə 25%-nin fərqi. 50 olan ədədin 10%-ni tapın. İndi mənə deyin görüm, 75% kəsrlə necə göstərilir? %75-də, düzdür? İndi biz bunu ixtisar aparsaq 25-ə, aşağıda 4 qalacaq, yuxarıda 3 qalacaq. Niyə görə? 3 qalır da, hə. Yuxarıda 75-i 25-ə bölə 3 qalır, 100-ü 25-ə bölə 4 qalır, düzdür? İndi %75 və yaxud da 75% 4-də 3 deməkdir elə. Yəni 4-də 3 x-la çıxacam. 25% nədir? %25, 25. Bunu da 25-ə böləndə 4-də 1 eləyəcək. 4-də 1 x-ini bərabər olacaq 50-yə. İndi biz buradan baxırıq, məxrəclər eynidir. Məxrəclər eynidirsə, hər tərəfi elə 4-ə vuracam. Yəni 4-ə vuracam, 4-ə vuracam, 4-ə vuracam. 4-ə vuranda bu 4-lər gedir, yerdə 3x qalır, çıxıram. Bu 4-lər gedir, yerdə x qalır. 4-ü də vururam 50-yə 200. 3x-dən x çıxanda 2x qaldı, verdi bizə 200. X də verdi bizə 200-ü 2-yə böləndə 100. İndi mənə deyir ki, bu 100-ün 10%-ni tap. 100-ü də 10% tapmaq, bax, asan yol deyirəm sizə. 100 vurulsun 10. Hər tərəfdən 0-ı siləndə, yəni biz belə deyim də, 100-ün 10%-ni necə tapırıq? 100-ü vuracaq 10-a, böləcək tezdən 100-ə də. Ona görə də cavab oldu 10-a bərabər. Silək bunu. 10. 16. Günün keçən hissəsi qalan hissəsindən 3 saat çoxdur. İndi saat neçədir? Keçən və qalan hissəyə hər birinə 12:00 yazsam, bu yolla gedirəm. Siz istəyirsiniz x yolu ilə gedin, fərqi yoxdur. 3 saat çoxdur deyəndə 3-ü 2-yə böləndə
Yəni 3-ü 2 yerə böldük, 1,5 düşür. Bu nə deməkdir? 1 saat yarım, yəni 1 saat 30 dəqiqə. 13, 30. Keçən hissənin də üzərinə 1 saat 30 dəqiqə gələndə cavabım oldu 13:30-a bərabər. Siz istəyirsiniz kəsrlə, x-lə yazın. Birinə x + 3 yazın, birinə x yazın. Bu formada cavabı tapın. Oldu cavab 13:30 A variantı. 17. 13 ardıcıl ədədin cəmi 221-ə bərabərdir. 9-cu ədədi tapın. İndi baxın, 13 ardıcıl deyirsə, biz 221-i bölməliyik birinci 13-ə. Görək ortadakı ədədimiz hansıdır bizim? Ortadakı ədəddə hansı ədəddir indi deyəcəm. 221-i 13-ə böləndə, deməli 22-nin 13 bir dəfə, 1-dən 13-ün 13, 12-dən 3 çıxdım 9, burada da heç nə qalmadı, 1-i düşürdüm aşağı. 91-in 13 7 dəfə olmalı. 3, 7-nin 21, bəli 7 dəfə. Bax, bu 17 tapdım da, düzdür? 17 neçənci ədəddir? Kim deyər mənə? 17 neçənci ədəddir? Əgər burada 13 ardıcıl ədəd deyirsə, 13-dən 1 çıxacam, böləcəm 2-yə. Bu da eləyəcək 6. Amma 6, bax, elə bir təsəvvür, 6, burada 6 ədəd var, buradan da 6 ədəd var. 7-ci ədəd mənim nəyimdir? Bax, 17-imdir. Və yaxud da istəyirsinizsə, elə bir dəfənin 7-ni tapaq. 13-ün üzərinə 1 gələcəm, böləcəm 2-yə. Bu da verəcək 7. Bu yol daha rahatdır. Çünki elə avtomatik, bax, 17-nin 7-ci yerdə durduğunu tapmış olursunuz bu yolla. 17 əgər 7-ci yerdədirsə, mənə də deyir ki, ardıcıl olsun. 8-ci yerdə 18 olacaq, 9-cu yerdə isə 19 olacaq. Bu qədər sadə. Cavab oldu 19. 18-ci sual. 5 il əvvəl atanın yaşı Lalənin yaşından 4 dəfə çox idi. 5 il əvvəl atanın yaşı, bax yazıram. Ata, bir də Lalə. 5 il əvvəlki yaşlarıdır bu. 4x bura yazıram. X 4 dəfə çox idi deyir. Atanın bugünkü yaşı 33 olarsa, bu 5 il əvvəldir. Niyə yazmır? 5 il əvvəl. Bu da indidir. İndi olanda neçə yaş böyüyəcək hər biri? 4x + 5 olacaq da, çünki 5 yaş böyüdür. Və indi 4x + 5 neçəyə bərabərdir? Deyir 33-ə bərabərdir. 33-ə. Buradan da əgər ata böyüyürsə, qız da böyüyəcək də, bu da 5 yaş böyüyəcək. İndi bizə də bu lazım olacaq. Hələ ki tapaq. Deməli 4x əgər 28 verirsə, x isə verir bizə 7. Hardan tapdıq? 33-dən 5 çıxdıq. 28, 28-i 4-ə böldük, 7 qaldı. İndi Lalənin hal-hazırda neçə yaşı var? Hal-hazır nədir? İndiki yaşını istəyir. 7-ni aparırıq, qoyuruq x-in yerinə. 7-nin üzərinə 5 gəlirik, verir bizə 12. 19-cu suala baxırıq. Deyir, minliklərə qədər yuvarlaqlaşdırdıqda 4000 alınan ən böyük rəqəmləri müxtəlif ədədin rəqəmləri cəmini tapın. Bax, 4000 alınan ən böyük ədəd. Mən demişəm ki, minlik olanda üzərinə ən böyük tapmaq üçün 499 gəlirəm də. Normalda 4499 olmalıdır. Minliklərə qədər yuvarlaqlaşdıranda 4000 alınan ən böyük ədəd budur. Amma mənə deyir ki, rəqəmləri müxtəlif olsun. Yəni, rəqəmləri müxtəlif deyirsə, mən burada 2, 4, 2, 9-ları ləğv eləməliyəm. Yəni, 4 olduğu kimi qalacaq. Bu 4-ü 3 eləyirəm. 9 da olduğu kimi qalsın. 9, bu birisi 9-u da 8 eləyirəm. Qutardı, getdi. Demə nə deyir ki, bunları neynə? Rəqəmləri cəmini hesabla. 4 ilə 3, 7 verdi. 9 ilə 8, 17 verdi. 7 ilə də 17-ni toplayanda 24-ə bərabər oldu. Cavab 24. 20-ci sual. 20-də deyir ki, A bölünsün 13 bərabər x qalıq 3. B bölünsün 13 qalıq 7. C bölünsün 13 bərabər z qalıq 3 olarsa, bax, A, B plus A üstəgəlsin B üstəgəlsin C-ni bölü 13-ə deyir, qalıq neçə tap olacaq? Qalığı istəyir məndən. Bu tipli suallarda bax, heç nəyə baxmırsınız, buradakı qalıqlara baxırsınız. Qalıqlar 3, 7, bir də 3-dür. Üstə gəlirəm hər birini, verir 13. 13-ü də 13-ə böləndə qalıq düşürmü? Bax, bunları elə bunun yerinə bir dənə 13 yazdıq. 13-ü də 13-ə böləndə 1 qalır, qalıqda 0 qalır. Yəni, qalıq neynəməz? Qalmaz. Cavab oldu, qalıq qalmaz.
Belə əziz müəllimlərim, deməli ümumiləşdirici təkrar 1-in sonuna gəldik. Növbəti ümumiləşdirici suallarda görüşənə qədər sağ olun.